düşünürəm, insan imtahansız mümkündürmü yaşasın? Məncə problem imtahanın özündə yox, keçirilmə formasındadır. Eyni şeyi biz sertifikasiya imtahanlarında da görürük. Bütün sahələrdə olan imtahanlarda da görürük ki, bizim hal-hazırda ali məktəblə orta məktəb arasında elə bir uyğunsuzluq, elə bir böyük məsafə var ki, bəs yaxşı mənim fənnimi çox yaxşı bilməyim, mənim yaxşı müəllim olmağım deməkdir ki. Deməkdir ya yox. Bax, stres pis şeydir ümumiyyətlə. Bax onun o imtahanda keçirdiyi həyəcan, stres, ümumiyyətlə onun hiss etdiyi duyğular bu heç kimi maraqlandırmır. Elə olur ki, bir şagird 25-ini düz yazır, amma çox pisdir, üzülüb, kədərlənib. Niyə? Əslində valideynlər övladları üçün yalnız bir şey edirlər. Bu çox ağır bir sualdır, amma biz bununla üzləşməliyik. Valideyn bilmir ki, həyəcanlanma dedikcə o həyəcan 2 qatına çıxır. Müəllim sertifikasiya imtahanında nə qədər yüksək bal toplayırsa, o qədər. İnsan imtahansız mümkündürmü yaşasın? Belə bir cəmiyyət mümkündürmü ümumiyyətlə? Söhbət imtahanın əslində özündən yox, keçirilmə formasından getməlidir. Əgər biz onun formasını dəyişdirə bilsək, imtahan əslində zövqlü bir prosesə çevrilər. Məncə problem imtahanın özündə yox, keçirilmə formasındadır. Bəs nəyi müşahidə edirsiniz? Siz nə görürsünüz? Nəyi səhv eləyirik biz? Bilirsiniz, birinci növbədə çox dar çərçivədə imtahan keçiririk. Aha. Yəni bir uşağın deyək, bu böyüklərə də aiddir əslində, yalnız hər hansı bir mövzu ilə bağlı nəzəri biliklərini ölçmək, hərə onun o mövzunu tam mənası ilə mənimsəməsi demək deyil. Aha. Eyni şeyi biz sertifikasiya imtahanlarında da görürük. Bütün sahələrdə olan imtahanlarda da görürük ki, burada söhbət mənimsəmədən getmir. Mənə nəticəni ver. Amma hansı nəticəni yalnız dar bir sahədə bu sənin yadında qalıbmı? Bu məlumat. Əslində qısa müddətli yaddaş əsaslı imtahan eləyirik. Bəlkə heç vaxt həyatda sənin işinə yaramayacaq bu məlumatı sən indilik bizə ver. Bu dəqiqə göstər ki, sən bunu bilirsən. Daha sonra bu artıq həyatda sənin işinə yarayar, yaramaz, bu sənin yadında qalar, uzun müddət olar ya da bu məlumatdan sən başqa nəticələr çıxararsanmı? Yox. Fikir verin, heç bir imtahandan çıxan bir insan, siz heç görmüsünüz ki, məsələn, dediyim kimi uşaq olsun, böyük olsun, belə yanaşmasını görmüsünüz, dayan, elə bir sual var idi ki, o sual məni hələ də düşündürür. Yox. Ya necə bir sual idi o? Mən gedib bunu araşdıracağam, düzdür, orada cavab verdim, amma bu məni dərinlərə sövq elədi falan deyə bir şey görürsüz, gülürsüz. Bəli, yəni çünki biz özümüz də imtahan vermişik və o imtahan ora qədər idi. Yəni həmin günə qədərdi, bitdi. Yəni önəmli olan onun sonundakı rəqəmdir. Biz o qədər nəticə yönümlü yaşamağa öyrəşmişik ki, hər bir şeydə bizi nəticə maraqlandırır. Axı qoymur, yəni sistem. Təsəvvür eləyin ki, bizim hal-hazırda ali məktəblə orta məktəb arasında elə bir uyğunsuzluq, elə bir böyük məsafə var ki, Onda belə çıxır ki, oradakı öyrədilənlər yoxlanılanlarla üst-üstə düşmür və yoxlanılanla öyrədilən isə real iş mühitindəki ilə üst-üstə düşmür. burada həm universitetdə öyrədilənlərin orta məktəbə heç bir dəxli olmur, həm də bəs yaxşı mənim fənnimi çox yaxşı bilməyim, mənim yaxşı müəllim olmağım deməkdir ki. Deməkdir ya yox. Bax, bütün cəmiyyət bu hissədə 2 yerə bölünüb. İmtahandan yaxşı nəticə yazan da pis nəticə yazan da deyir ki, stressdədir problem. Stres pis şeydir ümumiyyətlə. Stres hormonu bizi həyatda saxlayan, bir çox zaman bizi qoruyan bir faktordur, bir hormondur. Ancaq bu ifrat dərəcədə ifraz olunanda olur problem. Stres hormonunun birinci etdiyi şey diqqəti mərkəzləşdirir. Stres hormonu olmasa, heç kim diqqətini toplayıb dərs çalışa bilməz. Amma bu ifrat dərəcədə olması nə deməkdir? Yəni tutaq ki, mənim diqqətim hal-hazırda bir nöqtədə cəmlənib. Mən deyirəm ki, beynimdə ancaq riyaziyyat fırlanır. İndi bu mən bir təbiətə gedirəm ya da otururuq Rasif bəylə birlikdə çay içirik. O anda mən hələ də riyaziyyat düşünürəmsə, axı bu an biz çay içirik. Mən o çay içə bilmirəm. Bu olur ifrat. Bu olur ifrat. Stres bizi məcbur eləyir ki, həmin prosesdə ilişək qalaq. Bəli, ilişək qalaq. Ona görə o ilişib qaldığımız zaman da problemlər, emosional problemlər yaşayırıq. İstər-istəməz mən başqa heç nəyi yaşaya bilmirəm. Hər şeyi onunla dəyərləndirirəm. Bədənim burada ikən başım başqa yerdə olur. Elə ki, başı ilə bədəni ayrılmış bir adam olmuş oluram mən. Bu da mənim funksionallığımı əməlli başlı pozur. Bəzən valideynlər düşünürlər ki, nə qədər çox
uşaq o prosesdə qalsa, o qədər daha çox fayda verəcək. Görürük ki, elə deyil. Amma Yəni, bu stresi praktikada- artırırlar Bəli, və bəli. nəticədə Çünki stres faktorunun başqa etdiyi bir şey, o diqqət mərkəzləşdikcə qavrayış daralır. aha. Onda Mərkəzləşmişəm bir mövzuya, lap o mövzunu dərk eləmiş də ola bilərəm. Amma başqa hər şey də mənim qavrayışım daralır. Mən geniş dəyərləndirə bilmirəm. Hətta o anda mənim yanımda bir səs tutaq ki çıxır, mən o səsi eşitmirəm. Başqa bir şey baş verir, bir quş keçir, mən o quşu görmürəm. Çünki mənim qavrayışım dardır. Mən hal-hazırda mərkəzləşmişəm bir nöqtəyə. Bu imtahana hazırlıq müddətində riyaziyyata hazırlaşıramsa, riyaziyyata fikrimi verə bilərəm. Azərbaycan dilinə hazırlaşıramsa, Azərbaycan dilinə diqqətimi yönəldə bilərəm. Bu yaxşı bir şeydir. Ancaq saatlarla eyni yerdə qalıramsa, bu olur problem. Mənim stresim artır, həyəcanım artır və qavrayışım daralır. Hissiyatım daralır. hissiyatım da. Bəs bunu bizi dinləyən valideynlər var və uşaqlar da imtahana hazırlaşır, yaxud da hazırlaşacaq. Biz bunu praktik olaraq necə valideyn görsün? Yəni məsələn necə görsün ki, uşağında stres normadan artıq olub? Çox yəni, gözəl sualdır. Biz buna çalışmalıyıq. Bir insan abituriyent olanda, bu abituriyent müddəti də Allah şükür əvvəl 1 il idi, sonra 2 il oldu, Bəli. indi 3 ildir, hətta 4 illər, artıq 8-ci sinifdən başlayırlar hazırlaşmağa. təəssüf. Yəni çox maraqlıdır ki, heç bir şey dəyişməyib ha. 1 ildə hazırlaşanda eyni nəticə idi, nəticə. 2 ildə hazırlaşanda eyni nəticədir. İndi 4 ilə qədər çıxıbdı. Birincisi bunun müddətini qısaltmaq lazımdır. Yəni heç olmasa 9-dan başlayaq da. Azərbaycanda riyaziyyat ingilis dili o məşhur deyirəm əvvəl bir riyaziyyat travmamız var idi. Yanına ikisi də gəldi. İkisində əlavə. Hə, yəni bax bu buraxılış fənlərini yaxşı da heç olmasa 9-dan başlasın uşaq 3 ilə öyrənməyə. Onsuz da 10 və 11-ci siniflərdə bu daha ciddi, daha intensiv şəkildə hazırlaşmalı olacaq. Burada təklif odur ki, abituriyentin həyatının digər sferaları nəzərdən qaçırılmasın. Abituriyentin həyatı yalnız 5 fənnin dar çərçivəsinə sıxışdırılmasın. Abituriyentin idmanı da olsun, abituriyentin əyləncəsi də olsun. Abituriyent həyatın digər sferalarında da yaşasın. Həyatdan imtina etməsin. Yaşama imkanı yaratsaq biz valideyn olaraq stres hormonu normallaşacaq. daha az ifraz olunacaq. Biz amma əksər valideynlər belə eləyirik. Fisiyo, sən onu Bəli, 2 il, 3 il yaşama. Hər şey bitdi, Bəli. sən indi ancaq abituriyentsən, başqa heç nə olmaz sən. Abituriyent hazırlığı ilə məşğul olan müəllimlər, xüsusilə 11-ci siniflərdə avqust ayından hazırlıqlara başlayacaqlar. Bunu niyə eləyirlər? Çünki buraxılış imtahanı tez olur. Bunlar mövzuları çatdırmalıdırlar. Yəni hər kəs əslində o stres hormonu ilə yaşayır. Müəllim bir tərəfdən, valideyn bir tərəfdən, şagird bir tərəfdən. Və dim də həmçinin bir tərəfdən. İmtahan götürən də stressdədir. Bəli, Yəni o da deyir ki, müəllimlərə tez bunu fikir eləyir. verin. Müəllimlər güya nə qədər o həyatı yaşaya bilirlər ki. Hazırlıq, o qrup getdi, Yəni o qrup gəldi, o qrup onların getdi, da o qrup günü gəldi. yoxdur, bəli, Əlbəttə ki. razıyam, yəni Ya da valideyn bütün ailəsinin planını həmin o abituriyent övladına görə qurmurmu? Bəli. Bəlkə başqa iki uşaq da var. 11-ci sinifdə elə Onlar eləyirlər. kef eləyəcəklər, amma yox, filankəsin nə bilim imtahanı var, filankəsin sınağı var, filankəsin hazırlığı var deyə, yəni tutaq ki, o böyük uşağımızın ya da o bir uşağımızın biz digər bütün o əyləncələrdən, rahatlamalardan məhrum oluruq. Təbiət bu nöqtədə qavrayışın genişlənməsi üçün çox böyük bir amildir. Bu mənada Bakı şəhərinin özü ayrı bir sıxıntı olaraq dəyərləndirilə bilər. Yaşıllıq yoxdur. Bizdə Bu biraz- yaşıl problemi Hə. var, o da insana mütləq təsir Ona göstərir. görə Bakıda daha çox stresslidir. Dinləyicimizin sualı var ki, təsəvvür edək ki, bir şagird imtahana çox yaxşı hazırlaşır. Sınaqlarda da yaxşı nəticə göstərir. Amma imtahan günü həyəcanlandığı üçün sualları oxuyarkən bildiklərini xatırlaya bilmir və vaxtını düzgün bölüşdürə bilmir. Belə vəziyyətdə o nə etməlidir və bu halın təkrarlanmaması üçün əvvəlcədən hansı addımlar atılmalıdır? Və gördüyünüz kimi qavrayış o qədər daralır ki, oxuduğu sualı belə anlaya bilmir. Çünki onun beynində Vaxt anlayışını da itirir, fikirləri tamam, bəli. Çünki onun beynində yalnız nəticə var. Nəticəyə o qədər fokuslanıb ki, fikir verin, sınaq imtahanlarında niyə yaxşı yazır? Rahat. Çünki bu sadəcə bir sınaqdır. Bütün imtahan həyəcanı ilə bağlı demək olar ki, yəni 90%-dən yuxarı deyə bilərəm. Görüşdüyüm
abituriyentlərdə. Və deyirəm ki, oturaq, bir dənə imtahan eləyəsən özünü. Bunun nəticəsini heç kim görməyəcək, bunu heç kim yoxlamayacaq. Bu heç bir işə yaramayacaq. Sadəcə eləyəsən və qalxasan, cırıb atasan kağızı. Nə qədər həyəcan keçirərsən? Heç bir həyəcan keçirmir. Deməli burada başqa faktorlar da var. Onu gözləyən bir nəsil var çöldə. Bəli. Qapının ağzındadılar. İmtahan günü yarısı qapının ağzında, yarısı telefonun ağzında, kətdə, kəsəkdə, İmtahanlar çıxan kimi zəng eləyirlər. Nə oldu? Bəli. Məsələn, bunun şahidi olmuşam ki, imtahandan çıxanda restorana gedirlər, otururlar. Tutaq ki, qadındır, kişidir, yəni atadır, anadır, deyək başqa uşaq da var. Bir dənə də bu yazıq abituriyent var. İmtahandan indicə çıxmış abituriyent. Oturub sual yoxlayır. Sual yoxlayır. O yeməyi burnundan gətirirlər. Əlbəttə ki, o bilmə nə yeyir, nə içir, nə nədir. Çünki o bilir ki, hamı nəticə işləyir. Əsas olan nəticədir. Bax onun o imtahanda keçirdiyi həyəcan, stres, bunu həm müsbət, həm mənfi mənada deyirəm. Ümumiyyətlə onun hiss etdiyi duyğular bu heç kimi maraqlandırmır. Yəni hər hansı bir normal deyək ki, sinifdə bir müəllim imtahan keçirir. Özü də bir imtahan keçirir. 30 suallıq bir imtahan keçirir. Bu 30 sualın elə olur ki, bir şagird 25-ini düz yazır, amma çox pisdir. Üzülüb, kədərlənib. Niyə? Çünki bundan 30 gözləyirdilər. Yəni bu da onun ləzzətini ala bilmir ki, 25 sualı mən düz yazmışam, ha. Bu elə belə bir nəticə deyil. 25 sualı düzgün yazmaq. İstəyirsiniz o suallar ən asan suallar olsun. Nə dəxli var? 25-ini düz yazmışammı? Bax biz orada təqdir etmirik. Biz 25-i görmürük. Biz 5-i görürük. Uşaqlarımız da bu şəkildə öyrədirik. Məsələyə biz ümumi bizim yanaşmamızdan asıl da insan olaraq, yəni toplum olaraq biz cəmiyyət pozitiv olaraq insan deyilik də, biz negativ insanlar. Azərbaycan valideyni uşağı üçün hər şey eləyəndir. Buna razılaşır. Amma Azərbaycan valideyni də bilir ki, o uşaq universitetə girməsə də hətta, yəni onun üçün yenə hər şey eləyəcək. Amma məsələ ondadır ki, o digərlərinin qınağı, digərlərinin o niyə belə oldu sözünə görə o məcbur olur, özü bir həyəcan yaşayır və o həyəcanı da nəticə etibarilə uşağına ötürür. Siz valideynləri də görürsünüz də. Abituriyent valideyni necə bir şeyə çevrilir? Mən onu görmək, eşitmək istəyirəm sizdən. Nəyə çevrilir o valideyn? Bilirsiniz, çox gözəl haldır ki, getdikcə mən bunu gözümün qabağında bunu müşahidə edirəm cəmiyyəti ki, necə dəyişikliklər var. Həqiqətən, baxın, sistemdə heç bir dəyişiklik olmamasına baxmayaraq, sistem bəlkə də olduğu kimi davam etməsinə baxmayaraq, valideynlər öyrəndikcə, öyrəndikcə, maarifləndikcə, bir qədər də insan psixikası, bu baş verən hadisələr və s. bunların fonunda artıq daha ağıllı davranmağa başlayırlar. Böyük əksəriyyət övladını sistemə qurban verməmək üçün artıq məlumatlanıb və yavaş-yavaş bunun sayı artır. Ancaq əlbəttə ki, yenə də deyək ki, böyük bir kütlə bu şəkildə deyil. İstər-istəməz öz övladı üçün hər şeyi edirmi? Bu böyük bir sual işarəsidir. Biz baxdığımız zaman görürük ki, əslində valideynlər övladları üçün yalnız bir şey edirlər. Onun maddi təminatını qarşılamaq. Əla. Burada mən hər şey edir deyəndə bunu nəzərdə tuturam. Hamısı maddiyatın başında. Maddiyatın demək ki, məsələn, valideyn deyir ki, bax bu uşağın hər şeyi var, bir dənə oxumağa qalır. Mən deyirəm ki, gəlin sayaq görək nələri var, hər şey deyəndə nə nəzərdə tutursunuz? Ev var, otağı var, telefonu var, kompüteri var, kitab dəftəri var, özəl məktəbdə oxuyur ya da ki, xüsusi müəllimlərlə çalışır, müəllim yanına pul. Fikir verin deyirəm, hamısı maddiyata bağlıdır. Maddi hər şey var. Amma bir dostu var mı? Demək ki, yalnız bir şey var. Heç də hər şey yoxdur. Bir bu. İkincisi, doğrudan da mı bunu övladımız üçün edirik? Bu çox ağır bir sualdır. Amma biz bununla üzləşməliyik. Hazır deyilik ona. Əgər doğrudan da övladımız üçün ediriksə, niyə övladımızın duyğusu, nə keçirdiyi bizi daha az maraqlandırır, nəinki başqasının bizə necə baxacağı? Bəli. Onda necə deyirik ki, mən bunu övladım üçün etdim? Üçüncüsü, doğrudan da övladımız üçün ediriksə, mən ümumiyyətlə övladımın nəyə qadir olduğunu, içində nələrin olduğunu, hansı potensialı daşıdığını, əslində nə üçün dünyaya gəldiyini, dünyada nəyi gerçəkləşdirmək üçün mövcud olduğundan xəbərim var, yoxsa elə
onu öz beynimin içərisində aparıram da, deyirəm ki, indi belə eləyə, indi elə eləyə, indi də bu Özüm kimi görürəm. mərhələ aparıram. Mənim bir ya edə hissəmdir, bilmədiklərimi, bəli. ya da etmiş olduqlarımın artığını. Bu insan ilk fərqinə varmalıdır dəyişmək üçün də, qəbullanmalıdır dəyişmək üçün. Bu ağır bir prosesdir. Amma dəyişmiş valideyn yaxud dəyişməyinə bir dəstək ola biləcəyimiz valideyn neynəsin bu bir illər ərzində, son bir il ərzində özünü necə aparsın? Bilirsiniz, psixologiyada belə bir fenomen var. Valideyn övladını öz hissləri ilə aldada bilmir. Hamı hamını aldada bilər. Bir cür hiss edib başqa cür davrana bilər. Amma valideyn övladına qarşı bunu eləyə bilmir. Xüsusilə ana. Yəni nə qədər özünü rahat aparırsa aparsın, nə qədər dilində narahat olma, imtahandır da, nə olacaq ki, kimi belə də üzdən süni şəkildə öyrətdiyi sözlərində gücü çatdığı qədər işlədirsə işlətsin, uşağın götürdüyü onun sözləri deyil. Onun daxili dünyasıdır, yəni duyğuları. Biz də bilmədiyimiz məsələlərdən biri duyğularla necə davrandığımızdır. Biz duyğuya ağıl verməyi öyrənmişik. Bu isə yanlışdır. Ta uşaqlıqdan, körpəlikdən etibarən də. Necə? Məsələn, uşaq deyir qorxuram, birinci sözümüz o ki, qorxma. Bəli. Oldu başda da qorxma. Elə olmur axı. Bəli. Əsəbləşən. Valideynlərimizdən onu eşitmişik. Biri əsəbləşir, deyirsən ki, əsəbləşmə. O olur, həkim dərmanı yazır, axırda deyir ki, stressdən uzaq dur. Bunu eləyə bilmirəm də. Elə bunu eləsəydim nə var idi? Duyğuya ağıl verilməz. Bu yanlış bir yanaşma metodudur. Duyğu yalnız anlaşılar. Duyğu səhv ola bilməz. Duyğu yalnız doğrudur, yəni başqasına görə bu doğrudur və biz o doğru ilə davam etməliyik. Yəni uşaq riyaziyyat oxumaqdan bezə bilər. Uşaq müəllimi bəyənməyə bilər. Uşaq imtahan haqqında mənfi sözlər deyə bilər. Bunların hamısı duyğudur. Bunların heç biri davranış deyil. Uşaq həyəcan keçirə bilər. Bunun çarəsi o deyil ki, həyəcanlanma, burada nə var ki, mən sənə dedim də imtahan elə belə şeydir. Həyəcanlanma dedikcə nə olur? Bir, onsuz da onda həyəcan duyğusu var idi və o onun heç də istəmədiyi bir duyğuydu. Bunun üzərinə bir də anlaşılmama duyğusu gəldi. Uşaq düşünür ki, onlar bilmir həyəcanlanmaq nədir. Bəli, mən onu da başa sala bilmədim. Onda mən neyniyim? Qaldım tək. Çünki o mənə həyəcanlanma deyəndə mən yaşadığım duyğunun yanlış olduğunu düşünürəm. Bu səfər məndə şəxsiyyət daxili konflikt başlayır. Hiss etdiyim yanlışdımı? O bilmirəm ki, mənim hiss etdiyim yanlış ola bilməz. Valideyn qarşı tərəfə o məlumatı ötürür ki, yəni sən düz valideyn bilmir ki, həyəcanlanma dedikcə o həyəcan 2 qatına çıxır. Çünki bir tərəfdən də başqa bir duyğu gəlir və o həyəcan duyğusu ilə məşğul olmamağa başlayır. Artıq məşğul ola bilmərəm da, mən başqa bir anlaşılmama duyğusu da var axı burada. Ona görə də bunun yolu duyğunu olduğu kimi qəbul eləməkdir. Həyəcanlanıram, həyəcanlanırsan. Necə olur, həyəcanı necə yaşayırsan? Yəni duyğunu necə yaşadığınla bağlı danışa bilərik. Daha doğrusu, mən səni dinləyə bilərəm ancaq. Qoy danışsın uşaq. Vəssalam. Ta onun axırında bildim. Mən də o vaxt həyəcanlananda belə eləyirdim. Hər bir duyğunun hissiyatı individualdır. Mənim hiss etdiyim həyəcan duyğusu ilə sənin hiss etdiyin həyəcan duyğusu eyni ola bilməz. Biz burada da yanlış eləyirik. Qəlibləşdiririk də. Amma sevinəndə eyni cür sevinməlidir. Başqa cür sevinən. Bax, biz onu da əlindən alırıq. Fikir verin. Məsəl üçün, uşağa deyirik ki, qaçmaq bir duyğu olmasa da, bir duyğunun ifadəsi olan, deyək ki, həyəcan olsun, sevinc olsun, bir duyğunun ifadəsi olan bir davranışdır. Düzdürmü qaçmaq? Məsələn, nə deyir? Qaçma. Hansı ki, o qaçanda, balaca uşaq körpə, qaçanda bir duyğusunu ifadə edir. O bir duyğu yaşayır orada. İndi ya sevinib, ya həyəcanlanıb müsbət mənada, hər hansı bir duyğu yaşayır. Bunun nəticəsində qaçır. Ya biz onu dayandırırıq ki, qaçma. Qorxur, deyirik ki, qorxma. Yəni deyir ki, məsələn, işığı yandır da, yatanda işığı yandır. Yox, burada nə var ki? Qorxma, buradayam. Yəni bu ikisi düz gəlmir. Nə sən burdasan, burada deyilsən. Burada olsan qorxmaram. O tərəfdəsən sən. Sən burada olmanla o tərəfdə olman arasında mənim üçün çox böyük fərq var. Sən də deyirsən ki, o birisi otaqdayam da, səsim də gəlir. Niyə qorxursan? Yəni sevirəm, sevmə. Üzülürəm, üzülmə. Depressiv bir duyğu yaşayıram, məni ondan çıxartmağa çalışırsan. Yəni hər an o kömək etmə ehtiyacı yanlış anlaşılır və yanlış tətbiq olunur. Bax, birinci növbədə biz buna baxmalıyıq ki, mən ümumiyyətlə duyğuya necə yanaşım?
Duyğu bir nəticədir. İmtahan həyəcanı. Bu bir nəticədir. Nəticə itibarilə mən imtahanda həyəcan keçirirəm. Amma mən anadan olanda belə deyildim. Bu ailədə böyüyə-böyüyə, bu cəmiyyətdə böyüyə-böyüyə, bax o məktəbdə yaşadıklarımla məndə o təşviş səviyyəsi artmağa başladı. Yəni mən bir uşaq kompüter kursuna gedir, o gün biri ilə danışıram. 12 yaşında bir uşaq kompüter kursuna gedir. 12 yaşı var. Yəqin ki 6-cı sinifdə oxuyar da bu. Kompüter kursuna niyə gedirsən deyə soruşuram. Atası istəyir. Cavab verir ki, indi kompüteri öyrənsəm, gələcəkdə mən axtarılan adam olacağam. Hamı məni axtaracaq. Ona yəqin ki onu İşim şey eləyiblər. bu uşaq bunu bilmir empoze də. eləyiblər. Bax indi bu uşaq o kompüter kursuna gedir ha. Proqramlaşdırma ki öyrənir, heç nədən zövq almır, əmin olun. O beynində qeyri-müəyyən bir gələcək üçün çalışır. Heç o bilmir axtarılmaq nədir, nə qədər çox pul qazana bilərəm, yaxşı qazansam nə edəcəm. Heç bir şeylə bağlı qeyri-müəyyən bir gələcək beynində. Və bu uşaq hal-hazırda o kompüterlə məşğul olur. Əminəm, heç bir şəkildə zövq almır. Çünki o gələcəyə yönləndirilib. Amma özü gələnlər başqa, doğrumu? Yəni hansısa uşaq özü buna gəlib çıxıbsa, Prosesi yaşaya bilirsə, yaşaya bax, bilirsə. dərs mühitində də uşaqlar gəlin ədəbiyyatdan, tutaq ki deyirəm də, yəni Nizami Gəncəvinin, nə bilim, Sirlər Xəzinəsi poemasından Kərpic kəsən kişinin dastanını yaşayaq. Bax, bir olsun qoca kişi, bir olsun o cavan oğlan, kərpic zad gətirək qoyaq burada, bunu yaşayaq, bunu bu uşaq unudar. Yox, əlbəttə. Bir də var ki, bunu bir şəkildə danışırıq, keçirik, o da əzbərləyir, eləyir, bir təhər öyrənir, yaşamır da onu. Çünki o imtahana KSG-yə hazırlaşır, BSG-yə hazırlaşır falan. Orada da gəldi düşdü bu. Bu da yaza bilmədi ki onu. Vəssalam, o əsərdə bunun üçün heç nədir. Artıq nifrət obyektinə çevrilir. Çünki onun ucbatından mən onun aşağı. ucbatından bal ala bilməm. Nizami Gəncəvidə getdi arada. Ədəbiyyat fənni də getdi. O müəllim də getdi. Məqsədimiz bu idi. Yox, bu olmalı deyil Bizim əslində. birinci etəcəyimiz şey, amma bunu biz müəllimlərə deyirik. Axı hansı müəllim özü həyatında o şeyi yaşayır ki, onu sinifə də yansıtsın. Nə qədər müəllim? Yəni biz indi müəllimlərin şeyinə baxaq, məsələn qəbul imtahanları yaxud sertifikasiya imtahanına baxaq. Bazı olaraq nə götürülür? Yəni məsələn hansısa müəllimin sinif idarə etməsini dəyərləndirə bilmir. Onun əsasında ona bir belə Bəli, deyim də, uşaqlarla sertifikasiya münasibət- balı verilmir. Amma o nə sertifikasiya balı ixtisas fənninə baxılır, nəzəriyyəyə bilməyi baxılır. Yəni dolayısıyla bu zaten ölçülmür ki, ölçülə bilmir ki. Müəllim də düşünsün ki, o sinifi idarə etməyi praktik olaraq bacardı və o da ölçülür və yaxşı ona görə Bunun uğur əldə ən edir. təhlükəli hissələrindən biri odur ki, müəllim sertifikasiya imtahanında nə qədər yüksək bal toplayırsa, o qədər yaxşı müəllim olduğuna inanır. Hansı ki bu yanlışdır. O öz fənnini, tədris etdiyi fənni daha yaxşı bilir deməkdir. Amma bu onun hələ yaxşı müəllim olduğunu göstərmir. Bunun ikinci bir mənfi cəhəti odur ki, müəllim oradan nə qədər yüksək bal toplayırsa, biz ona izah eləyə bilmirik ki, hörmətli müəllim, olar bu uşaqla belə yox, belə də. O axı yüksək bal toplayıb. O hər şeyi bilir axı. O balını götürür. Bu növbəti mərhələdə indi onunla üzbəüz qalacaq da biz. Yəni toplum ona olaraq. heç nəyi başa salmaq olmaz. Çünki o yüksək bal toplayıb, artıq bitdi. Yenə heç olmasa aşağı bal toplayan, biraz daxilində də deyir ki, mən çox da yaxşı bilmirəm. O bir sözə baxır da, bir söz eşidir. Bu birisi söz eşitməyəcək. Bax burada bilirsiniz məsələ nədir? Bu imtahan həyəcanı deyəndə, yəni ya bunu ailədən də bu olmamalıdır, amma məktəbdən də bu olmamalı. Bu uşaq axı bunun arxasını məktəbdə yaşayır. Bəzən ev, ailə daha rahatdır. Rahat buraxdığını düşünür. Həqiqətən də bunu bacarır. Bunu görürük biz. Amma müəllimlər elə deyil axı. Müəllim nəticəyə işləyir axı. Xüsusən də özəl məktəblərdə. Baxın, heç birində uşağı düşünmək yoxdur. Bax, məni üzürlü sayın, müəllim də uşağı düşünmür. O öz nəticəsi olaraq baxır. Əlbəttə. Ona görə burada ümumi baxımdan biz baxmalıyıq ki, biz nəyə işləyirik, biz nəyə çalışırıq və nəyi nəzərdən qaçırırıq. Sabah çox yüksək bal toplayan uşaq depressiyadan əziyyət çəkəndə, hətta intiharra gedib çıxanda elə bir şok vəziyyətə əmələ gəlir ki, cəmiyyətdə. Bu balı toplayan abituriyent necə belə bir hərəkət elədi? Başa düşmədim. Kimya fənni onu həyatda saxlamalı idi ki, fizikanı yaxşı oxuması onun intiharının önünə keçməli idi ki, bunu sizə kim deyib ki? Axı biz bunun
psixi vəziyyətini nəzərə almamışıq. Onda bu nəticə bizi niyə təəccübləndirir? Psixi deyirik, qorxuruq. Psixi sözündən toplum olaraq qorxuruq. Mən həmişə onu təlqin edirəm ki, gəlin biz emosiyalar deyək. Emosiya. İnsanların emosiyalarını nəzərə almır. Biz bəli, valideyn uşağın emosiyasını bilmir. Mən sizin danışdıqlarınızdan belə başa düşdüm valideyn olaraq. Biz uşaqlarımıza necə ki ailə dəyərlərimizi ötürürük, necə ki öz mirasımızı ötürürük, malımızı, mülkümüzü ötürürük, eyni formada da biz uşaqlarımıza emosiyalara yanaşmamızı ötürürük. Yəni, çox gözəl. Əgər bir ata, bir ana öz emosiyalarını ad qoya bilməyibsə, bilmir ki o nədir. Eyni formada o uşağına da həmin şeyi ötürür və eyni şeyi yaşayır. Yəni ata, ana əgər streslidirsə, o uşaq da stresli olacaq. Öz hisslərini idarə edə bilmirsə, o uşağa da keçir. Bu bir növ ailə terapiyasına gəldi, çıxdı da artıq. Yəni bunun həlli ailənin ümumi emosional durumunu həll etməyin üzərindədir. Mən bir şey istəyirəm ki, sonda ona da toxunaq. Həyat tərzimiz. Yəni bizim qidalanmamız, yuxu rejimimiz, bu necə təsir eləyir? Bizim stres, imtahan həyəcanımıza təsir eləyirmi? Təşəkkür edirəm. Bu da çox maraqlı bir sualdır və təəssüf ki, çox yerlərdə toxunulmayan bir sualdır. Bəzən psixologiyadan danışılır, amma işin fizioloji komponentləri unudulur, nəzərə alınmır. Birinci stres faktoru, stresi artıran faktorlardan biri ekran. Nə qədər çox ekran, o qədər çox böyük stres, həyatdan qopma halı. Biz yaşıl deyirik, təbiət deyirik, meşə deyirik, amma bir də var ki, ekran. Göz ki, necə balaca bir yerə mərkəzləşib, bütün həyat əslində ona mərkəzləşmiş olur. Mən həyatımı bu qədər də yaşayıram deməkdir. Və bunu mən nə qədər çox eləyirəmsə, mən o qədər real həyatdan qopuram. Yəni həyatın digər komponentlərini yaşamıram. Dar bir cığırla gedirəm. Bununla nə qədər getmək olar? 10 inçək endirmişik də. Bu deməkdir. İkincisi, qidalanma məsələsi. Yəni biz bu gün əgər sağlam qidalanmırıqsa, zamanında qidalanmırıqsa, necə gəldi qidalanırıqsa və çox yeyiriksə, bu zaman əlbəttə ki, bizim emosional halətimiz düzgün tənzimlənməyəcək. Bu bizim birbaşa psixologiyamıza təsir göstərəcək. İnsanın emosional vəziyyəti, yəni psixoloji durumu yedikləri ilə, içdikləri ilə birbaşa əlaqəlidir. Ona görə, məsələn, mən tövsiyə edirəm ki, imtahana az getmək lazımdır. Mümkünsə səhər yeməmək lazımdır. Hansısa bir zehni əməyə gedəsənsə, bununla əvvəl yemək yemə. Bundan bir neçə saat əvvəl yemək ye, ya da ac olsan lap əla. Amma bu həyat tərzinə də öyrəşilməlidir. Bu elə, yəni mən əgər çox aclığa öyrəşən bir adam deyirəmsə, elə olmaz da, onda baş işləməyə bilər. Yəni çünki artıq bədən başqa bir şey tələb eləyir də orada. Və üçüncüsü yuxu rejimi. Eyni şəkildə yatmağa ən azı 3 saat qalmış ekrandan və yeməkdən uzaq durmaq lazımdır. Səhər yuxudan durandan etibarən ən azı 2 saat müddətində yenə də ekrandan və yeməkdən uzaq durmaq lazımdır. Çünki hər iki halda, həm biz yatmağa yaxın olanda, həm də səhər-səhər yuxudan duranda beynin dalğaları var, orada bir teta dalğası var. Beyin başqa bir dalğada olur. Bu şüuraltı dalğası deməkdir. Yəni orada nə edirsənsə, o birbaşa şüur altına keçir. Deyək ki, yuxuluyuq və informasiya alırıq. Biz elə bilirik ki, bu dəqiqə mənim beynimə çatmır da, sən danışırsan, amma mənim beynim tam onu qavramır. Bunu daha sonra mən oyaq olanda daha rahat danışarıq deyə düşünürük. Hansı ki, o mənim elə gözəl beynimə çatır ki. Amma şüurlu olaraq mən bu dəqiqə dərk edəmirəm sən nə deyirsən, hamısı şüur altına gedir. Bunun ən böyük sübutu, sabah oyanıram, ya da üstündən bir gün keçir, 3 gün keçir, 5 gün keçir, sənin o mənim yuxulu mənə verdiyin informasiyanı mən olduğu kimi hardasa istifadə edirəm. Bu deməkdir ki, o mənim şüur altıma keçmişdir. Bugün abituriyent telefondan yatırsa, burada biz nədən aşa bilərik ki? Bəli, təəssüf ki, bu da bizim yeni dövrün bəlalarından biridir. Çox gözəl müzakirə oldu Elmin bəy, təşəkkür edirəm bu Mən də sizə müzakirəyə təşəkkür görə. edirəm, çox sağ olun.